Aha, gəlin belə danışaq. Bəs əksinə sağ tutulsa, sağ burun tutulsa nə proseslər Sağ gedir burundan, bizdə? sağ burnu deməli sol burnu tutub, sağ burundan nəfəs alıb vermək tamamilə bunun əksidir. Sol burun dəliyini tuturam. Sağdan nəfəs alıram, nəfəs verirəm. Mən burada simpatik sinir sistemini aktivləşdirirəm. Yəni sol əgər sağı tuturuqsa, sol yarım kürəsini aktivləşdirir. Solu tutmuşuq biz. Yo. Burun nəfəsi Biz sağdan sağdan alırıqsa, alırıqsa, bəli, sağdan onda- alırıqsa simpatik sinir sistemini aktivləşdiririk. hə, sol yarım kürəsini onda aktivləşdirir. Beynin sol yarım kürəsini aktivləşdiririk. Hə, okey. Bu nədir? Bu riyazi düşüncədir. Yəni biz burada riyazi analitik düşüncə, analitiklərdir, riyazi düşüncələrdir, məntiqdir. Sonra ümumiyyətlə beynin sol yarım kürəsini aktivləşdirmək həm iş prosesində insanlara gözəl təsir göstərir və tələbələrə gözəl təsir göstərir ki, yaddaşı gücləndirir. Bəli. Sonra sol burun dəliyini tuturam. Sağdan nəfəs alıb verdikdə bədənimi isidirəm. Ona görə ki, sağ tərəfdə kişi enerjisidir. Bədənin soyuqdur. Bunu ən çox istifadə olunur qış aylarında. Yəni insanlar üşüdükdə sol burun dəliyini tuturlar, sağdan nəfəs alıblar, verirlər və bədənlərini isimə gətirir. Yəni bədən isinir. Sonra dediyim kimi, yəni bayaqkının tam əksi. Məsələn, təzyiqim aşağıdır. Sol burun dəliyini tuturam. Sağdan dərindən nəfəs alıram, dərindən nəfəs verirəm, təzyiqimi qaldırıram.